Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinle OTK sınavlarını 11. sınıf 1. qrup son blok imtahan suallarının izahına başlayıram. Birinci sual bərabərsizliyə aiddir. Əslində bu bərabərsizlik sağa sola keçməlidir, ortaq məxrəc olunmalıdır. Amma bir məsələni deyim sizə ki, burada mən görürəm məxrəcdəki çox kvadrat düzəltlərinin diskriminantı sıfırdan kiçik olduğuna göre həmişə müsbətdir. Ona görə elə bu müsbət ədədə bunu vura bilərəm mən. 3x kvadrat plus 4x minus 14 kiçik bərabərdir 2x kvadrat plus 6x plus 10. Buradan alıram x kvadrat minus 2x minus 24 kiçik bərabər 0. Bunun kökləri nədir? Deməli, bunun kökləri biri müsbət 6, o birisi mənfi 4. Köklər cəmi 2 verməlidir. Deməli, x minus 6 vuraq, x plus 4 kiçik bərabər 0 şərti ödənməlidir. Deməli, bərabərsizliyin tam həllərini cəmini istəyir. Bu da ədəd oxunu çəkirəm, mənfi 4, müsbət 6. İşarələr yoxlayacağım, müsbət, mənfi, müsbət. Bu aralığa düşür, yəni bu mənfi 4, müsbət 6 parçasına düşür. Tam həllərinin cəmini istəyir mənə. Deməli, mənfi 4-dən müsbət 4-ə qədər bu ixtisari edir, islah olunacaq. Qalacaq 5, 6. 5 plus 6 cəm 11 edir. Bu sual əslində maraqlı sualdır. İkinci sual. Fgx bərabərdir. Fx olanda x'in yerine gx yazır. Yəni gx nəyə qədər? 2x plus 3'dür. Yəni f 2x minus 3'ü funksiyada yerine yazacağım. Olacaq nə? 2x çıxaq 3'ün kvadratı minus 1 bərabərdir. 4x kvadrat minus birincinin ikinci hasının 2 misli 12x plus 9 minus 1 o derece plus 8. Və mən bu fgx'in buna bərabərdir. İndi neyi tapmalıyım? Bu funksiyanın təbii ki sıfırlar müəyyən olmalıdır. Çünki bu funksiyanın sıfırları tapılsa düzəlir. Bu funksiya 4'ü çıxarsam x kvadrat minus 2x plus 2'dir. Bu da köklər nədir? Biri 1'dir, biri də müsbət 2'dir. Deməli, bura 1, bura 2. Bu ikisi arasında məsafə ilə bura 1'ə bərabərdir. Bir də bu hansı nöqtədə kəsir bunu? X-ə 0 deyəndə 8 edir. Deməli, burada 8. Bu üçbucağın sahəsini istəyir. Üçbucağın sahəsi 2'də 1 vuraq AH-dır. 2'də 1 vuraq A ortası oturacaq, yəni 1. Vurulsun, hündürlük də 8'dir. Bu da cavab 4 edəcək. Çox maraqlı sualdır. Yaxşı tərtib olmuş sualdır. Üçüncü sual. Deməli, bura 50'dir, bura 60'dır. A, Y, F. Bu bucaqmı? Bu bucaq edəcək 120. A, B, S. A, B, S. Bu bucaq soruşur. Bax, bu bucaq. Bura 50'dirsə, bura da 50'dir. Bura da 60'dır, təbii ki. 50-60, burada nə qalır? 110, bura 70 qaldı da. Deməli, 120 üstə gələk 70. 190. Bəvələmdir. Maraqlı sualdır. Gələk bura. Burada qruplarına ayırmadır. Necə ayıracağım mən bunu qruplarına? Yuxarı 3B mütərizə kubu plus 1'dir. Bunu atsam mən 3B plus 1 vuraq. Bunun kvadratı 9B minus birincinin ikinci hasıl 3B plus 1. Belə. Burada böləndə tərs vurulur da. Deməli, bax bu bölək olanda. Deməli, bura nə yazdım? Bunu bura yazdım. Bu bölək 3B kvadrat plus 10B plus 3. Əslində bunu da bloklarına ayıra bilərdim.
Vuraq bu birisinin tərsi. Tərsi də olur b kvadrat minus 9. Burada da olacaq 9b kvadrat minus 3b plus 1. Bunlar ixtisar gedir təbii ki, bu aydındır. Bu aşağının vuruqları 3b plus 1. Bura ne deyir? Buranın biri 3b plus 1'dir. O birisi isə b plus 3 olmalıdır. Görək düz gəlirmi? Bəli, belədir vuruqları. Vuraq. B minus 3, vuraq. B plus 3. Görək 1. İndi bunlar bir xısa gedir. Bunlar cavabda B minus 3 qalır. Deməli, yaxşı sualdır. Eyni böyüklükdə, o demək ki, həcmləri bərabərdir. Hündürlüyü 8, oturacağın radiyusu 6 olan silindrin həcmi. Silindrin həcmi bərabərdir. P kvadrat H'dir. Pi bura R kvadrat 36 H'da 8. Böyləyəcək deməli 48 6 yadda 300 deməli 24 6 yanında 308 pi. Kürənin səthinin sahəsi. Kürənin səthinin sahəsi deməli 4 pi kvadratda, elə deyilmi? Kürənin səthinin sahəsi 4 eyni böyüklükdə olan kürə. O demək kürənin sahəsi həcmi 4 pi r kubuydu. Bərabər 308 piyə. Bu pilər ixtisar getdi bu heç. R kubu bərabərdir. 308 vuraq 4'də 3. Bu da bərabərdir. 308 nereden çıxıb? 36 vuraq 8'den yaranır da. 4'də 3. 4'lər bir ixtisar getdi. 2 qaldı. O deyir 36 vuraq 6 və 6'nın kubu deməkdir. Deməli erim neçədir? 6'dır. İndi kürənin səthinin sahəsi S bərabərdir 4 pi r'in kvadratı. Bu deyir 4 vuraq pi vuraq 36. 4 dəfə 36'ın da 144 pi. C variantıdır. Neçə sadə vurğu var? Hamısını neyi çıxarda bilərəm? 11'in kvadratını çıxardaram. Qaldı 2'nin kvadratı plus 3'ün kvadratı plus 4'ün kvadratı plus 5'in kvadratı. Görək burada nə yaranır? 11'in kvadratı vuraq. 4, 9, 4 plus 9 plus 16 plus 25. Nə baş verir? Böylədir 41, 41, böylədir 54. 54, bu nə deməkdir? 11'in kvadratı vuraq 27, yəni 3'ün kubu vuraq 2. Neçə sadə vurğu var? Sadə vurğuların sayı, bu üçlər toplanılır da. 2 plus 3 plus 1. 5, 6'dan. 6'dan sadə vurğu var. Yaxşı sualdır əslində. Hə, bura gələr. Bu da maraqlı sualdır. Əslində bu tipli suallar işlənib. Burada nə etmək yaxşıdır? Loqaritma 2 əsasdan 14'ü belə yazıyorum. Loqaritma 2 əsasdan bunu yazdım. 2 vuraq 7. 2 əsasdan 2 1 plus loqaritma 2 əsasdan 7. Belə yaza bilərəm. Bunu da tərs yazanda tərs çevirirəm də. Çünki loqaritma əsasdan b bərabərdir 1 bölək loqaritma b əsasdan a. Onda olur nə? Onda 56, 56'ın da 8 vuraq 7 yazacağım. Loqaritma deməli oldu nə? 1 plus loqaritma 2 əsasdan 7 vuraq. Loqaritma 2 əsasdan 56'nı 8 vuraq 7 yazdım. 8 2'nin kubu da oradan 3 edir. 3 plus loqaritma 2 əsasdan 7. Çıxaq. 112. 112 nə deməkdir? Bu 112 deməli 112 nə deməkdir? 49 vuraq neçə deməkdir bu? 7'ye böləndə
Bunu 2'yə böləndə 56 edir də, düzdür. Aha. 56 da 7 vuraq. Deməli 7 vuraq 8-dir. Deməli olur 7 vuraq 16 da. 7 vuraq 16 deməkdir. O da olur nə? 4 plus loqaritm 2 əsasdan 7. O birisi də tərs yazsam olur loqaritm 2 əsasdan 7. İndi loqaritm 2 əsasdan 7-yə x desəm, 1 plus x vuraq, 3 plus x çıxaq, 4 plus x vuraq, x. Böyləyir, deməli nə? 3 plus 4x plus x kvadrat birbaşa yazdım. Minus 4x minus x kvadrat. Buraya islah olunandan sonra cavab 3 qalır. Belə. Hansı apsis oxu ilə kəsişmir? Apsis oxu ilə kəsişmə nə deməkdir? Apsis oxu ilə kəsişmə nə demək? Yəni, y bərabər 0 olmalıdır. Yəni, kəsişməsi 0 olmalı. Amma 0 eləyə bilməyən biri budur. Apsis oxunu kəsmir bu. Bu 1. Burada bunun diskriminantı nə verir? D bərabərdir 1 minus 8. Bu da 0. Bu da kəsmir. İkinci də kəsmir. 1, 2. Bir də budur. Burada kəsə bilərmi? Harada kəsir deyim sizə. Bəli, kəsir bu. X mənfi 5. Deməli 7, 12. Mənfi 12 də kəsir. Biri də 2 də kəsir. X bərabər 2, bir də mənfi 12 də kəsir. Deməli 1 və 2. Apsis oxunu kəsmir. Kəsən yalnız budur, bax. Aha. Düz bucaqlı bucaq çəkdim bir dənə. Bu düz bucaq təpəsindən endirlər, hündürlük. ABC. Bu da K olsun. H hündürlük. Bunu deyik 9, 16 hissələrə bölür. Onda qaydamıza görə H kvadrat bərabər 9 vuraq 16. Bu da mənə nə verir? Hə, deməli buradan H-ı aydınlaşdırıram ki, H 3 vuraq 4-dür, 12-dir. Bu 12-dirsə, 12 144 ilə 81-in deməli bura 15-dir. 15-dir, bura 25-dir. 25, 15, bunda bura 20-dir. Aha. Üçbucağın sahəsini soruşursa, bu çox sadə bir şeydir ki. Deməli, 20 vuraq 15 bölə 2, o da 150. Bu sadə məsələymiş. Sən nə həll elədik? Bunun diskriminantı deməli nə verir? Mənə qoşma kök yaranacaq. Deməli, diskriminant sıfırdan kiçikdir. D bərabər 4 minus 40, 36. Bunu da yazıram. 6'nın kvadratı vuraq, i-nin kvadratı. Deməli, belə olacaq. X1 bərabərdir. 2 üstə gələk. 6i bölə 2. 2'ni çıxarsam 1 plus 3i. Onda o birisi olacaq 1 minus 3i. Deyək. Qoşma kök yaranır. Həmişə nəzərə alın ki, burada yaranan köklər qoşma köklərdir. Aha, indi gələk bura. Deməli, bu ikisini sinüs alfa plus sinüs beta düsturu. Cəmi hasıla çevirmək ki, sinüs topla yarı böl. 10 plus 50 bölə 2. Vuraq kosinüs 10 çıxaq bu bölə 2. 10 çıxaq 50 bölə 2. Çıxaq kosinüsü hələ yazmıram. Bu gör nə verir mənə? 2 vuraq sinüs 32'də 1. Bu deyir kosinüs mənfi 20. O da kosinüs cüt funksiya kosinüs 20. Buradan kosinüs 20 aldımsa, bura kosinüs 20 eləyir. Çıxaq kosinüs 20. Təbii ki, bu da 0 verir. Yaxşı sualdır. Rahat sualdır yəni. Aha, ilk en həddinin cəmi verilir. İlk en həddinin cəmi. A5'i nətər taparam? A5'i taparam. S5 çıxaq S4 kimi. 5 yazanda
25 plus 20 45 çıxaq 4 yazanda 16 plus 16 32 bu da elədi 13 A6 nətər taparam? A6 bərabərdir S6 çıxaq S5 aslında bunu belə də toplama ilə yazsam S5'lərim ixtisar gedirdi S6 çıxaq S4 deməkdir bu deməkdir elə buradan yazardım S6 çıxaq S4 belə də tapa bilərdim 6 yazanda 36 plus 24 60 çıxaq deməli S5'in 45 15 edir bu ikisinin cəmi 28 belə daha doğrusu belə yazsaydım, bu S6'm eləyirdi, deməli 60, çıxaq S4'üm də eləyirdi 32, bunun çıxanda 28, elə belə də yaza bilərdim. Üçüncü həddin əmsalını soruşur. Deməli, üçüncü həddin əmsalı sıfırdan başlayır da, burada elə deyilmi? Kombinizon, deməli, belə, qayda belədir da, tutulmuş şəkildə belədir. Bərabərdir. Cəm. K bərabər sıfırdan yenə qədər. Kombinizon 6'dan K'ya A üstü K bura 2 üstündə 6 çıxaq K. İndi görək nə baş verir. K sıfırdan başlayırsa 0, 1, 2. Deməli K'nın yerinə 2 yazanda 3-cü hədd alınır. Kombinizon 6'dan 2'yi vuraq. A kvadrat. Vuraq 2'nin üstündə 4. Bərabərdir. 6'dan 2 mənə verir 6 vuraq 5 bölü 2 15 vuraq 2 üstündə 4 aslında bu mənfi 2'dir də bura mənfi 2'dir təbii ki bu da mənfi 2 üstündə 4 müsbət verir 2 üstü 4 16 edir çox böyle qalındır gedək onda bunu tərsine yazacağım bunu belə yazacağım. Onda A'nın üstündə 6 çıxaq K vuraq, mənfi 2 üstündə K. İndi belə olur. Deməli, bu 4 eləyəcək, bura eləyəcək 2. Deməli, burada 15 vurulsun, nə alınır? 4'ə. 15 vuraq 4, o da 60. Bu belədir. Deməli, bunun açılışında həmişə nəzərə alın ki, 3-cü həddi isə burada deməli belə alınacaq. Kombinizon 6'dan 2 vurulsun, ikincisinin üstündə, məsələn, mənfi 2 üstündə 2. Belə. Vuraq A üstündə 4. Bu, 3-cü həddin özüdür, tamamilə. Əmsal da qarşısında dayanan ədəddir. Bura gələk. Burada maraqlı sual oxşuyur. Necə? Necə oxşuyur, aydınlaşdıraq. Deməli, burada belə yaza bilərəm bunu mən. Birincini yazdım, x plus y, mütərizə kvadrat, minus 2x y. Bu da eləyir minus x y. Bərabər 35'ə. Deməli, bu birincisini yazdım, x plus y-in kvadratı, çıxaq x y bərabər 35. İkincini olduğu kimi saxladım. X plus y-ə t dedim, kökdə x y-ə k dedim. Onda olur t kvadrat minus k kvadrat 35'dir, t plus k da 7'dir. Əgər bu belədirsə t minus k onda 5'dir də, hasil də a minus b plus b düsturudur. Bunları tərəfə toplayanda 2t bərabər 6, 12t bərabər 6 alıram. T də nədir? X plus y-dir də. X plus y onda 6 verir. Məndən bunu soruşurdu, bax. B variantıdır. Trigonometrik təmli kosinus 2x'i nə yazaram? 1 çıxaq 2 sinus kvadratı x yazaram. 3 sinus x plus 1 bərabər 0. Mənfi 2 t kvadrat plus 3t plus 2 bərabər 0. 2t kvadrat minus 3t minus 2 bərabər 0. D bərabərdir 9 plus 16 25. T1 bərabərdir 3 plus 5 bölək 4 1 2'dir. Tənin kökü T2 bərabərdir 3 minus 5 bölək 4 bu da mənfi 2'də 1'dir. Deməli 2 onunla olan həll olmur. Sinüs x bərabər 2 olanda bu boş çoxluqdur. Sinüs x bərabər mənfi 2'də 1'in həllidə.
X bərabər mənfi 1 üstündə k plus 1 olacaq. Çünki mənfini aksinus qabağı verir. 2-də 1'i də alır pi bölək 6 plus pi k. Deyil bu, B variantı. Bu maraqlı sualdır. Gələk deməli 16-cı suala. Bu maraqlı sualdır. Bu da nə etməli? Bu mənfi deməli 2 vuraq, kök altda A-3, bir dənə də 2. 2 vuraq belə. Deməli birinci toplananım 2, kökdə A-3'dür. Çıxaq 2, bunun kvadratıdır da. Bunun kvadratı mənə nə verir? Deməli düzdür, 4 ilində 1 illik doğru. Deməli bu neyin kvadratı tutur? Buradan nə çıxacaq? Kökdə A plus 3, çıxaq 2 çıxacaq. Modulda çıxacaq. Bəli, təbii ki, modulda çıxacaq. Bu variant. Maraqlı sualdır. Vektorlar perpendikular olması üçün skalar hasılə 0 olmalı. Bu belə yazılsa daha aydın olar. Skalar hasılə 0 olsa perpendikulardır. Skalar hasılə nə deməkdir? Mənfi 5 vurağım. Üstə gələk 6 vurağım plus 1 bərabər 0. Buradan vurub açanda m plus 6 bərabər 0, m bərabərdir mənfi 6. Bura gəlir. Azalma aralığı, funksiyanın azalma aralığı törəməsi, funksiyanın törəməsi. Kiçikdir, aralığı deyildi də, bu eləmi? Aralığı deyib interval yazıblar, kiçik bərabər 0 olmalıdır. Deməli, nə olur? Görünür 0-a bərabər olan vəziyyət yox. Törəməsi eləyəcək 2x bölək x kvadrat minus 4. Kiçikdir 0-dan. Aslında burada x kiçik bərabər 0 alınır. Nə alınır? Demək aydınlaşdıraq da burada. 2x vuraq, x minus 2, x plus 2. Kiçik bərabər 0. Ədəd oxunu çəkdim. Nə x 0 ola bilməz, nə də 2 ola bilməz, nə də mənfi 2 ola bilməz. Heç birini olanmır deyim, bərabərlikdə yaranmır. Mənfi 2, 0, bu da 2. Müsbət, mənfi, müsbət, mənfi. Deməli, buradan görünür ki, bu aralığa düşəndə 0-2 aralığı, bu 1. Azalma aralığı. X bu aralıqda olanda mənfi sonsuzluqdan mənfi 2-yə və x hökmən bir də mənfi sonsuzluqdan mənfi 2-yə birləşmədir. Amma bir də x kvadrat minus 4 böyük 0 olmalıdır. Bu böyük 0 olmağı deməkdir ki, bu aralıq ola bilməz artıq. Bu aralıq artıq istisna olunur. Deməli, mənfi sonsuzluqdan mənfi 2-yə gedər. Bu bunun azalma aralığıdır. Belə. Bu tənliyi həll edin. 0.5, 2-də 1 deməkdir. Düz deyilmi? Demək, 19-cu sualda 2-nin qüvvətinə gələ bilər hamısı. 2-də 1 ümumiyyətlə nədir? 2 üstü mənfi 1-dir. Bu 2 üstündə mənfi 1 yazsam, elə 2 üstündə x minus 1 tərsinə çevrilir. Bərabərdir 2 üstündə 2x vuraq. Bu da 2 üstündə 4-də 3 deməkdir. Aha. Deməli, bunlar da üstlər toplanacaq. Eləcə x minus 1 bərabərdir 2x üstə gələk 4-də 3. Hər tərəf birbaşa 4-ə vursam, 4x minus 4 bərabər 8x plus 3-ə. Buradan 4x bərabərdir mənfi 7. X də bərabərdir mənfi 4-də 7. Bilirik, mənfi 1 tam %20, 75. 75, 1 tam 4-də 3 edir də. D variant. Sonra 20-ci sual. Betonun üzərində D nöqtəsi götürülüb. CD BD-yə bərabərdir. Bu bərabər yanılır. Demək, bu bucaqla onda bu bucaq bərabərdir. Tamam mı? AD 10'dur. AC 12'dir. CD SBK'dır. Buraya x'dir. Əgər bu bucaqlar bu ikisinin cəmi 90'dır. Mən bura bir mesela gamma desem bu 90 çıxaq gamma deməkdir.
Onda bu da 90 çıxartlanmadı. Bu ikisinin cəmi 90 verməlidir. Onda burada qalmadı. Bu qanmadısa, bu ikisi, deməli bu da deməli buradan nə yaranır? Bu ikisinin cəmi 90 verməsi üçün deməli burada olmalıdır. Deməli bu bərabər tərəfli üçbucaqdır. Onda bu 60 dərəcədir. Aydın məsəl SB katetini soruşurdu. Onda 60 dərəcədir. Bura 12'dir. Bura onda 30'dur. 30'un qarşısındakı katet bunun 2 misli olmalı. Deməli bura 14 olmalı ki, bura 24 olsun. Onda x də bərabərdir burada. Deməli nəyə? Bir də gəlin daha aydın izah edeyim onda. Deməli nə verir? SB bununla bu bərabərdir. B deyil. Deməli bu bucaqlar bərabərdir. Bu bucaq betadırsa, məsələn, bura alfadırsa, alfa plus beta cəmi 90 olmalıdır. Betadır, burada betadır. Onda buradakı da alfadır. Tamam mı? Hükmün, çünki alfa plus beta 90 verməlidir. Aydındır. AD. Bura 10'dur. Onda burada 10'dur. AC 12'dir. Bura 12'dir. Bərabər yanlış bucaqdır. Tamam, 12'dir bura. CD ilə bu bərabər idi. Deməli, aydındır. Onda SB katetini soruşur. Bu x'tir. Tamam. Deməli, onda bu da bərabər yanlış bucaqdır. 10'sa burada 10'dur. Bunda bura 20 eləyir. Bura 12'dir. Onda bu bir katet 16'dır. Tamam. Əla. Uruqlarından biridir. Bunu necə ayıra bilərəm? Bunu x belə yazdım. X, y deməli biri 2x y-dir, biri isə 3y-dir. Burada mənfidirsə, böyüyün qabağına mənfi yazmalıyım, kiçiyin qabağına müsbət yazmalıyım. Görək düz gəlirmi yəni? X plus 2y vuraq, x minus 3y. Buranda mənfi 6y kvadrat düzdür. Mənfi 3xy plus 2xy bu mənfi verəndə böyüyün qabağına minus qoyulmalı. Tamam, vuruqlardan biridir. Biridir. X minus 2y o yox, bu deyil. X plus 2y. Bax, bu, bunun vuruqlarından biridir. Bu tipli sualları ümumiyyətlə 1 plus k bölək x üstündə bir düstur deyim sizə. Məsələn, px bu ümumiyyətlə y üstündə k vuraq p deməkdir. Hələ burada bir dənə də a olsa bölək a yaza bilərsiniz. İndi bunu düzəltmək lazım. 1 plus mənfi 3 bölək x üstündə mənfi 2x vuraq. 1 minus 3 bölək x üstündə 4. Bax, bunun limiti x sonsuzluğa yaxınlaşanda. Bax, bu düstur verəcək. Bunu düsturuna götürəcəm. Y üstündə mənfi 3 vuraq, mənfi 2. Vurulsun, bu birisi də bura 0 eləyəndə 1 üstü 4, 1 üstü 4 elə belə qalır. Bu da eləyir y üstündə 6. Birbaşa cavaba gedə bilərdim. Mənfi 3 vuraq mənfi 2. Y'nin üstündə yəni. Gələk bura. O mərkəzli çevrədir. Radiusu 8 olan çevrədir. Radius 8'dir. 8'dir. AC 3'dür. CD 9'dur. Burada 9'dur. Əla. A nöqtəsi çevrənin ən uzaq nöqtəsində qədər məsafəni tapın. A'dan çevrənin ən uzaq nöqtəsi buradır. Buradır. Buranı çalışın. Tamam mı? Deməli buradan belə bunu soruş. Əvvəlcə nəyi tapıram? AB'nin kvadratı bərabərdir. 3 vuraq 12. Deməli bura 6'dır. Elə deyilmi? İndi gələn bura. Bura 8. 8. Aha. Bura K nöqtəsi olsun. Deməli burada P nöqtəsi olsun. 6'nın kvadratı bərabərdir. AK vuraq AP'yə. AP. AK'ya x desəm,
X bura, AP ne olur? X plus 16 olur. Beraber 36. Aha. Bu belə olması üçün X'in içi olmalıdır. X'i gərək tapalımdır. Deməli, burada X tənin kökü alınır X bərabər 2 olanda. 2'ni buranda 18, 36 edir də. X 2 imiş. AP'ni tapmalıyım mən. AP onda verir ən uzaq məsafə. 2 plus 16, o da 18. Cavab 18. Belə. Sonra deməli 24-cü sual. Bu xətlərlə hüdlənən fiqurun sahəsi Y bərabərdir. Deməli Y bərabərdir 2x'in kubu. Y bərabər 16, bir də x bərabər 0. Bunlar bərabərləşdirsən bir-birinə x bərabər 2 eləyəcək. Deməli belə olur da. X 0'dır, biri də 2'dir. 2 olanda 16 edir. Deməli, Y bərabər 16 xətti də budur, fərz edək. Onu burada kəsir də deməli. Bax, belə gəlir, qrafik belə çönür. 0'dır bura. Deməli, olacaq nə? İntegral 0'dan 2'ye yuxarıki xətt 16 çıxar aşağıki xətt 2x'in kubu. Və belə, dx. Bu hesablanmalıdır. 16x çıxaq 4'də 2x'in üstü 4. 0'dan 2'ye kimi. 2 yazanda 32 çıxaq 16, bir də 2, 8. O derece 24. Bu belə. İki fəhlə birlikdə bir işi 9 günə yerinə yetirir. Birinci fəhlə bu işi təklikdə ikincidən 3 dəfə tez yerinə yetirir. Deməli, biri x sadə yerinə yetirir, sonra 3x günə yerinə yetirir. İkisi bir yerdə 1 bölək 9'da 1. Böylece burada 3x olanda 4 bərabər 9'da 1. Buradan 3x bərabər 36, x bərabər 12. Deməli, İkinci fəhlə həmişə təklikdə neçə günə yerinə yetirə bilər. İkinci fəhlə birinci tez yerinə yetirir, ikinci fəhlə gec yerinə yetirir. 3'ü vuracağım, deməli 12'ye. Demək birinci fəhlə 12 günə yerinə yetirir, ikinci fəhlə 36 günə yerinə yetirir. Tamam. Sonra düzbucaqlının xaricinə çevrə çəkilir. Bu düzbucaqlı. Birisi düzbucaqlının daxilinə çevrə çəkmək olmur, amma xaricinə çevrə çəkə bilərik. Çünki qarşı bucaqların cəmi işıq verir. Sahəsi adı bura B'dir. Avraq B 60'dır. Xaricinə çəkim çevrənin radiusu. Yəni 6.5 isə bura bütövlükdə neçə eləyəcək? 13. D 13'dür. Bu düzbucaqlının perimetrini soruşur. Deməli, D kvadrat bərabərdir A kvadrat plus B kvadratına. Onu da yazarım bərabərdir. A plus B'nin kvadratı minus 2AB bərabərdir 13'e. A plus B'nin kvadratı buradan bərabərdir. 13'ün kvadratdır. 13'ün kvadratı 169 minus 2AB. Bunu buranda 2'ye 120 plus 120. A plus B buradan kvadratı bərabərdir 289. Deməli A plus B bərabərdir 17'ye. Perimetr istəyirsə perimetrdə 2 vurulsun A plus B'dir. Derece 34. Belə. 27. 2400 gram 5%'lı duz məhlulu. 5%'lı duzdur. Bunu 5'e vuranda, 24'ü 5'e vuranda 120 gramı deməli duzdur. 5%. 100 gram su əlavə eləsəm. 100 gram su əlavə eləyəndə deməli 120'ni böləcəm 2500'ə. Böləcəm 100'ə. 120'ni böləcəm indi 25'ə. Yəni bu nə deməkdir? 5'e İxtisar eləyib tapmalıyıq burada. 5'e böləndə burada 5, bunu 5'e böləndə 24. 24'ü 5'e böləndə
4,8%. 4,8% məhlul alınır. C variantı. Deməli, birinci gəldi C variantı. Sonra 100 qram duz əlavə eləsəm, duz bu qədər idi. Demək olur, indi 220-ni böləcəm 2400-ə, vuracam 100-ə. Bu getdi. 220-ni 24-ə böləndə. Burada nə qədərsə qalır. Deməli, tuz əlavə edirəm də, bu qədər duzdur. 100 qram əlavə edəndə 220, amma burada 2400, 2500 eləyir. 25. Bu 25'e böləndə, 5'e böləndə burada 5, burada 44, 44'ü 5'e böləndə 8,8%. C variantı buraya gəldi. C 7, Y variantı. Ha. 30 qram duz əlavə elədim. 150, 100 qram. Deməli, burada yenə 2500'dür. 30 qram duz əlavə eləsəm, 150 eləyir. Vuracam 100'ə, yenə bura getdi. 150'ni 25'e böləndə 6%. 6%'li məhlul alınır. B variantı buradadır. Sonra 5,2 məhlul alınır. Bu yox, çıxmadı. 6,2 bu da çıxmadı. 28-ci sual. AB 6'dır. Dubzal paraleliped. AD 10'dur. Bura 24. CD və AA1, CD və AA1 tirlərindən keçən müstəvilə kəsiyinin sahəsini soruşur. Deməli, buradan müstəvi keçməlidir, belə. Bax, belə. Buradan keçən müstəvi kəsiyinin sahəsi CD və A1. CD və bir dəqiqə düzəltmə. A1, B1. Bu müstəvi kəsiyinin sahəsi lazımdır. Deməli, yan uzun diagonalını tapmalıyam. Sonra burada var da CD'm neçədir? AB 6-dırsa burada 6'dır. Bir dənə bu yan uzun diagonalını tapsam düzbucaqlı verir, tapa bilirəm. Düzbucaq bunu deməli 24'dür, burada 10'dur. 10 24'dürsə burada 26 eləyir. Çünki 24'ün kvadratı plus 10'un kvadratı eləyəcək 26'nın kvadratı. Elə deyil. Aha. Demək, burada 26'dır. Onda bunun sahəsi eləyəcək 26 vurulsun 6. Bunu da buranda 6, 12, 3 də yadda 15, 56. Sonra 15 ədəd nömrələnmiş kartın onu uduşlu. Demək, 15 dənə kart var, onu uduşludur, onda 5'i uduşsuzdur. Təsadüfi seçilmiş 3 kartdan ikisinin uduşlu, birinin uduşlu olma ihtimali. Model budur. Burada olacaq kombinizon 15'dən 3, burada olacaq kombinizon 10'dan 2, vuraq kombinizon 5'dən 5. Baba hesablanmalıdır. 10'dan 2 mənə nə verir? 10 vuraq 9 bölə 2, 45, vuraq 5. Bu da nə verəcək? 15 vuraq 14, vuraq 13, bölə 3 vaxtlar 1, 2, 3. Aha. Bu 2 ilə bu getdi. Yaxşı, 7 qaldı. Burada bununla getdi. Burada 5 qaldı. 5 də 5 ilə getdi. Nə qaldı indi burada? 7 vuraq 13 aşağıda. Yuxarıda da 45. Öyle değil. Bir de baxaq. Eğer bu 15 ilə bu geçsəydi, burada 3 qalacaq. 3 də 3 ilə gedəcək. Aydındır. 2, 2, 7, 7 vuraq 3. Bir de baxaq. Burada 5 qaldı. Deməli 5, 15 getdi. Burada 45 qalır. Nə oldu? 91'də 45. Aha, burada ədədi silsilə deyil əmələ gətirir ardıcıl olaraq. Ədədi silsilə əmələ gətirirsə, deməli 2 vuraq 1 bərabər da plus C qaydası. Yəni bu A1, A2, A3'dür də.
Xassə budur. İndi deyir, ispat edən ki, ədədləri dədəl silsilə əmələ gətirir. Yəni, yoxlamaq lazımdır ki, burada bunu neyiniyək? Deməli, bu ikincini 2-yə vursam, 2 vuraq A plus C bölü 2 bərabər olmalıdır. A plus B bölü 2 üstə gələk B plus C bölü 2-yə. Bu ikilər gedəndən sonra burada nə qalır? 2-də deməli A plus C plus B ayrıca qalır, elə deyilmi? Buradan nə alınır? Buradan alınır ki, A plus C bölü 2 bərabərdir B-yə. Deməli, 2B bərabərdir A plus C-yə. Doğrudan da həqiqətən ədəl silsiləməyə gətirir. Amma ispat məsələsində gələndə bunun hər tərəfini 2-yə bölüb də eləmək olardı. Bu da bunun ispatı. Tamam, hələlik uğurlar arzulayıram. İnşallah nə sözünüz olsa yaza bilərsiniz.